plural hissəsinə baxırıq. Yəni təkdə və ya cəmdə olan isimləri seçəcəyik. Choose a correct single noun. Birinci suala baxaq. Burada single, yəni təkdə olan isimləri istəyir. Progress sonu qoşa s-lərlə bitsə də bu həmişə hər bir halda, yəni təkdə olur. Yəni qoşa s-lərlə bitməsinə baxmayaraq həmişə təkdə olur. Deməli biri 1-dir. Tis, tuzun kökdən dəyişən formasıdır. Biz bilirik ki, bir neçə isimlər var ki, onlar kökdən dəyişərək, məsələn, man, man, woman, woman, goose, geese, mouse, mice, louse, lice, food, feed. Food, feed də bu o isimlərin içərisindədir. Qoşa oylarla yazılanda təkdə olur, eylərlə yazılanda cəmdə olur. Deməli 2 olan cavabımız səhvdir. 2 olan cavablar getdi. D və Y variantı çıxdı. Ski source cəmdədir. Bu qayçı deməkdir. Sonunda da s-i var. Yəni qayçıda 2 eyni hissədən ibarət olduğuna görə bunlar həmişə cəmdə olurlar. Məsələn, şalvardır, ayaqqabıdır. Bunlar həmişə 2 eyni hissədən ibarət olduqlarına görə onlar cəmdə olurlar. Deməli 3 olan cavabımız da getdi. Çünki bizə tək olan isimləri istəyir. Daha sonra phonetics. Sonu ICS-lə bitən isimlər var ki, phoneticsdir, opticsdir, physicsdir. Bu kimi isimlər var ki, sonu icısı, bizim bildiyimiz icısı, yəni ICS-lə bitən isimlərdəndir. Ona görə onlar həmişə təkdə olurlar. Yəni sonunda s olmasına baxmayaraq heç vaxt cəmlənə bilməzdir. Deməli 1 də 4-dür. Luggage yükdür. Yəni isimlər bilirik ki, 2 qrupa bölünür. Sayılan isimlər, sayıla bilməyən isimlər. Yəni countable, uncountable noun. Bu uncountable noundur. Yəni sayıla bilməyən isimlərdir. Sayıla bilməyən isimlər heç vaxt cəmlənə bilmir. Çünki onu biz saya bilmirik. Ona görə yəni sayıla bilməyən kateqoriyada olan isimlər cəmlənə bilməz. Biri də 5-dir. Flowers da sonunda s olur. Yəni cəmlənir. Güllər deməkdir. Burada da bu isim cəmdə olduğuna görə 6 olan cavabımız da çıxdı. Düzgün cavabımız 1, 4 və 5. Daha sonra baxaq 12-ci testdə. Choose the line of plural noun. Yəni cəmdə olan isimlərin seçilməsini istəyir. Baxaq A variantına. Glasses cəmdədir. Sonunda s var. Düzdür. Money puldur. Yəni bu sayılmır. Ona görə getdi. A variantı çıxdı. A variantının üçüncüsündə də polisdir. Toplu isimdir. Bu cəmdədir. Zaten tək olduğuna görə bir isimimiz var ki, onlar təkdədir deyə ona görə variant pozulur. B variantında monkey, sonunda s var, cəmdədir. Quiz, qazlar deməkdir, cəmdədir. Bunu da götürürük. Woman, man yox, woman olsaydı, hərfi ilə yazılsaydı, biz bunu götürə bilərdik. Burada woman təkdədir. Getdi. C variantında shoes, ayaqqabılar cəmdədir. Mouse, mouse'un cəm formasıdır. Kökdən dəyişib cəmlənib. Clothes, sonunda s var, cəmdədir. Düzgün cavabımız C variantıdır. D variantında da trousers cəmdədir, düzdür. Goose 2 qoşa o ilə yazıldığına görə təkdədir. E ilə yazılsaydı cəmdə olardı. Photos da cəmdədir, sonunda s var. Deməli burada goose körladı, D variantı getdi. Y variantında gifts, sonunda s var, cəmdədir. Economics, sonunda icısı, yəni bizim bildiyimiz icısıdır. Yəni ICS ilə bitdi, bayaq dedik. ICS ilə bitən isimlər həmişə təkdə olur. Ona görə Y variantı da getdi. Düzgün cavabımız C variantı.